Dedilər ki, möcüzə Peyğəmbərdir. İbrahim Peyğəmbər, Allahın xanımı, Peyğəmbərinin xanımına sən əl vurdun, şayad ona görə vurun. Dedi, yox baba, çox əhəmiyyət vermiyor, slişkam şey eləmiyoruz da, primalşit eləmiyoruz hər bir şeyi. Dedilər, yox, inanmırsan Peyğəmbərə deyil, dua eləsin, əlin açılsın. İbrahim Peyğəmbər dua elədi, əli də açıldı, əli qurumuşdu. Deyilənlərə görə bir də uzatdı. Əli qurudu. Dedilər ki, ağa, biz sənə dedik ki, bu belə deyək də savpadeniya deyil. Dedi, yox. Мне кажется, buna savpadeniya. Nol adına, baxarıq. İbrahim bir də dua elədi, bir də əli açıldı. Dedi, odur da, mən çox tələsdim. Bir də elədi, dedi, indi yoxlayarım. Tretий раз, одно и то же. Dedi, baxız, mən söz verirəm. Bu kişiyə, əgər həqiqətən də Allahın Peyğəmbəridirsə, dua eləsin, əlimi açsın, onun Rəbbinə iman gətirəcəm. İbrahim Peyğəmbər dua elədi, əli də açıldı, kişi dediyi sözdə elədi. Əşhədü ən la ilahə illallah, şəhadətini verdi. Şəhadətlə Allahın varlığına şəhadət verdi, İslamı qəbul elədi. Şəhadəti qəbul elədi, yəni İbrahim Hənif dinində idi. Hənif, yəni tək Allahlıq dini. Qəbul elədi, bəd İbrahim Peyğəmbər şey gedirdi, bu söhbəti, bu boyda söhbəti uzatdı, bu hissəsini sənə çatdıram. Gedəndə dedi ki, ayaq saxla, bir dənə mənim bir kənizim var, qara bir kənizim var. O qədər dindar xanımdır, o qədər hicablı xanımdır, o qədər həyalı insandır. Bunu istəyirəm sənə kəniz hədiyyə edirəm. Kəniz. İbrahimə kəniz verdi. Dedi, mən belə deyək də, bugünkü mövzu ilə deyək, mən svetski adamam, belə religiyoz adam deyiləm. Mənə dastoyni deyil belə bir xanım, heyfdir o, onun haqqında zülm ola. O cür imanlı, hicablı, həyalı xanım mənim əlimin altında mənə kəniz olsun. Qədimlər kənizlər bizim bir mülk kimi bir şeydir, mən onun mülküydür. Verdi İbrahimə, İbrahim onu, istəyirəm bunu deyəm. Bayaq ki dedim, Allah bəzi insanların həyatını göstərir bizə praktik olaraq. İdeal insanlar necə həyat sürsün, axırın nə olar, istəyirəm bunu gətirəm, bura. Əlindən tutdu Allah neynədir? Hacər tək imanlı xanım ol, Hacər tək həyalı xanım ol, əlindən tutdu. İbrahimə Peyğəmbərə xanım elədi. Uşağı İsmail oldu, İsmail Peyğəmbərə ana oldu. Düz? Gətirdi, Məkkənin kənarında onlara yaşayış yeri verdi. Səfa ilə Mərvə dağı var, iki dağın arasında hacılar neçə dəfə qaçırsınız? Hacılar 7 dəfə qaçırsınız, dualar elədiniz orada. Hər iki dağın arası nə qədər idi? Təqribən 6 kilometr opşu gedib gəlməyiniz. Tamam? O dağların arasında Hacər 7 dəfə qaçdı gəldi. Həmin o əməli Hacərdən başqa heç kim eləməyib. Amma bunu da bilirsiniz ki, nə qədər yer üzündə insan həccə gedib gələcək, Peyğəmbər, imam, hər kim olsun, o əməli təkrar eləməlidir. Ağa, bir dənə Hacər xanım 7 dəfə dağın arasında qaçıbdı, uşağına su axtarırdı özdə. Su axtarırdı. Allah Əzə və Cəl o 2 dənə dağın adını Quranda gətirib. İnna safa vel marwata min şairillah femen haccel beyte ve temara fela cunaha aleyhi en yettavvafa bihima. Allah Kur'an'da ayasın buyurur. Ay həccə gələnlər siz də həcc zamanı Səfa ilə Mərvə arasındakı əməli eləməlisiniz. İnsanı Allah nə qədər ucaltmalıdır. Kəniz olasan Allahla ol, Allah əlindən tutsun, gətirsin. İbrahim Peyğəmbərə xanım eləsin, Peyğəmbərə ana eləsin, əməlivi insanlara təkrar elətdirsin. Qur'anda da bəşəriyyətə bir kitab nazil edib, orada həmin o dağların adını gətirsin. Ağa, bunlar hamısı bir tərəfə harda bastırılıbdır? Hacər. Bilirsən harda bastırılıb? Kəbənin qırağında ay parası var ha. Ora deyirlər Hicri İsmail. İsmailin divarı. İsmail düz gətirdi, anası Hacəri Kəbənin dibində bastırdı, ətrafına da bir dənə divar çəkdi. Ağa, nə qədər bundan sonra bəşər Kəbənin başına gedib fırlanacaq,
Allahın evinin başına fırlanacaq. O təvafın, o kuruqun içərisində Hacərin də qəbri vardır. Bəşər ilə dəhr qiyamət gününə kimi o qəbrin də başına fırlanacaq. Allahu Akbar.